Salamlar, vaxtınız xeyir olsun. Mən Adgözəl Lakşin, insan psixologiyası metodisti. Əslində bu tarixdə 08.08.2025-ci il tarixində video çəkilməyəcəkdi. Yaxşı ki, varam, artıq 27 yaşda belə getdi kimi sözlər qeyd edəcəm. Çünki bu gün doğum günüdür və əslində başqa bir planlarım var idi. Sadəcə bu video çəkilişi bu mövzu ilə bağlantısının nədir, yaxud mövzu nədir kimi söhbətlər edəcəyik. Bilirsiniz, psixologiya çox geniş bir vəhdətdir və insanların ani bir düşünmə tərzinin dəyişməsi də hər hansı bir psixoloji düşüncə tərzinin yaranmasına, yaxud psixoloji düşüncə tərzində olan bəzi artıqlıqları, əksikliklərin daha qabarıq şəkildə özünü göstərməsini gətirib çıxarır. Bugünkü mövzumuz ondan ibarət olsaq ki, ailə daxili baş verən bəzi ziddiyyətlərin səbəbləri nələrdir? Xüsusən övladlar arasında. Baxırsan ki, bacısı ilə qardaşı arasında bəzi ziddiyyətlər yaranır, yaxud qardaşı ilə qardaşı arasında. Bəzən bilirsiniz, necə ki, təhsilli ilə təhsilsizin danışıq tərzində fərqlər olduğu təqdirdə, ailə daxilində bir övladın müvəffəqiyyət əldə etməsi digər övladın həyatının hədərə, puça, öz, belə deyim, hissə səhvindən qaynaqlanan yaxud ailəsinin bəzi məsuliyyətsizliyindən qaynaqlanan səbəblərdən bir tərəf puç olur, digər tərəf isə daimi olaraq inkişaf edir. Və nəticədə düşüncə tərzləri də dəyişdikcə bir-birlərinə konflikt yaranır, ziddiyyət, artıq gözü götürməmək, artıq səndən zəhləm edir kimi şuuraltı ifadələr bir-birlərinə sezdirilir. Bu da bilirsiniz, hər zaman ailə daxilində istəyir anasının yaxud digər valideynin bir övladın digərini seçim etməsinə gətirib çıxarır. Boş sözlərdir, övlada fərq qoymuram. Bu kəlməyə inanmayın, boş bir vəhdətdir. Əslində, düşüncə tərzinin təməl olaraq formalaşmasından və yaxud bu səhvlərin yaranmasından ən əsas başlıca olaraq nə qədər valideyn dayansa da, övladın da səhvləri var. Yəni, valideyn olaraq gəldin anasına, hə, sən səhvsən, ona səhv, amma sən səhvi özündə axtar. Çünki insan hər zaman inkişaf etsə də, düşüncə tərzini bəzən ətraf mühitə görə dəyişməyə çalışır. Filan kəs belə elədi. Bəlkə sənin elədiyin ondan da düzdür. Bəlkə sən səhvsən, amma onu düşünüb analiz etmək lazımdır. Və hər zaman çalışın həyatınızın istənilən mərhələsində mənfi fikirləri heç zaman düşüncə tərzinizə olaraq beyninizə saxlamayın. İstər ailə daxilinizdə olsun, ailə xaricində olsun, hər zaman insan öz gücündə qalmağa bacarmalıdır. Çünki insanı 5 istəyən varsa, 105 istəməyən var. Və ona görə çalışın heç zaman öz düşüncə tərzlərinizi başqa mənfi düşüncə tərzlərinizə dəyişməyin. Suallarınız olduğu təqdirdə şəxsi mesaj bölməsinə yaza bilərsiniz. Yaxud hər hansı bir fikirləriniz olduğu təqdirdə bölüşə bilərsiniz, suallarınızı verə bilərsiniz. Seanslarımız əyani və onlayn şəkildə